Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli izləyicilər. CBC Sportun efirində biz Şamaxı şəhərindən canlı yayımıza başlayırıq. Misli Premyer Liqasında turun növbəti qarşılaşması Şamaxı Neftçi matçı start götürəcək. Futbolçular meydanda bir-birlərini salamlayır və biz heyətlərə artıq keçid ala bilərik. Meydan sahibləri Şamaxı futbolçularından başlayaq. Qapçı 1 Ricardo Fernandes. Maçın hakimlər briqadası baş hakim Fərid Hacıyev, baş hakimin köməkçiləri Vüsal Məmmədov və Rəhman İmami. VAR hakimi Rəvan Həmzəzadədir bu qarşılaşmada. VAR hakiminin köməkçisi isə Kamran Bayramovdur. Neftçi qapçı 1 kapitan Emil Balayev, 10 Filip Ozoviç, 3 Höccət Akverdi. Mübarizəyə start verilir, hər iki komandaya uğurlar arzulayırıq əziz tamaşaçılar və Şamaxı şəhər stadionunda ilk hücumu, ilk həmləni etməyə çalışan Neftçi futbolçuların hücumu təhlükə olub. Cərimə meydançasında Ozoviç qapı qarşı ötürmə zərbə. Müdafiədə diqqətli oynayır orada Şamaxı futbolçuları və bayraq da qalxıb. Oyundan kənar vəziyyət. Hücumu davam edir Şamaxı komandasının Michael Twig dönür, zərbə edir Twig yerindədir. Yerindədir burada Emil Balayev. Neftçinin kapitanı, təcrübəli qapçı. Guzo. Sanga pressing edirdi. Kırkaviano hələ ki topladı. Orada Brahim Konate top hələ keçirir. Konate cərimə meydançasında. Konate və son anda Azer Salahlı topu qap xəttindən çıxarır. Azer Salahlı bax bu epizodda topu qapı xəttindən uzaqlaşdırır. Brahim Konate qol vurmağa çox yaxın idi. Emil Səfərov, Ramil Şeydayev. Orada əl oynadı o ötürmə qapı qarşısına. Azər Əliyevdən amma son anda müdafiədə Şamaxı futbolçuları dəqiq oynayırlar. Arsel Ağcabəyovdan irəli ötürmə və Brahim Konate yıxılır yerə amma Filip Ozoviç çox yaxşı irəlilədi ötürmə Şeydayevdən yenə Ozoviçə. Ozoviç cərimə meydançasında qapı qarşısına göndərilən top zərərsizləşdirilir bu ötürmədə. Adilxanov çatdı topa, ötürmə qapı qarşısına, zərbə üçün imkan var indi. Brahim Konate bloklanır bu zərbə. Ozoviç tərəfindən imkan vermədilər orada Brahim Konate'yə. İrəli ötürmə Azərdən. Və Ozoviçə fikir verin, cərimə meydançasında artıq Ozoviç yıxılır yerə. Hakim penalti deyir. Filip Ozoviç. Radjanoviç orada Ozoviçlə mübarizədə. Fikir verin necə uduzur. Ardınca da Bakic Ozoviçin qarşısını kəsməyə çalışarkən görə indi orada penalti təsdiqlənir. Yoxlanıldı və penalti təyin olunur. Ramil Şeydayev yaxınlaşır topa. Şeydayev və gol! Ramil Şeydayev Neftçini irəli çıxarır Şamaxı şəhər stadionunda. Ricardo Fernandeslə topu ayrı-ayrı künclərə göndərir. Soyuqqanlı şəkildə Ramil Şeydayev oyunda hesab açan futbolçudur. Qapıya zərbələr baxımından o qədər də maraqlı oyunun şahidi deyildi amma hissənin sonlarında Neftçi 42-ci dəqiqədə penaltidən hesabda irəli çıxır. Ramil Şeydayev Ozoviçin qazandığı penaltini qolla tamamlayır. Fərid Hacıyev saatına baxır və ilk 45 dəqiqəni başa çatdırır Şamaxı şəhər stadionunda. Hücum xəttində dəstək olacaq. Öz üçün daha doğma və ya daha belə deyək, effektiv ola biləcəyi mövqeyə keçdi Edgar Adilxanov. Təşrif buyuran futbolçulardandır. Kırkaviano orada qaydaları pozmadan topu qazanır.
Ötürmə, Edgar Adilxanov saxlayır topu. Edgar komanda yolaşı gəldi köməyinə. Edgar Adilxanov zərbə! Təhlükəli və əla olmuşdu Edgar. Konate. Ötürmə dəqiq deyil. Sambu indi qapçı Levizbü. Sambu və Fernandes. Əla zərbə indirmişdi. Ricardo Fernandes də gözəl seyv edir. Filip Ozovic. İleri götürme Michael Tüyük. Aldadır orada. Rəqibini bir hərəkətlə keçdi. Höccəti Michael Tüyük. Ötürmə yoxsa zərbə mi? Michael Tüyük. Azərdən irəli ötürmə. Sağ ayaqla Alex Fernandes'e. Fernandes'in ötürməsi Sambu'ya. Sambu topu saxladı. Geri oynaya bilər indi. Ervin Kofi. Ötürmə bir qədər səliqəsi salındı. Kofi aldatdı rəqibini. Ötürmə qapı qarşısına. Rəhman Hacıyev. Top orada mübarizə. Zərbə də gəlir və Ricardo Fernandes orada sanki qapını itirdi və topa toxunur. Ozovic. Filip Ozovic. Ötürmə. Sambu. Sambu'dan zərbə yerindədir Ricardo Fernandes. Şamaxı ilə bağlı bir məqamda qeyd edəcəm. Bu arada Tirkovyan ötürmə qapı qarşısına. Emil Balayev çıxışda inamsız oynadı. Ardınca indi zərbə gələ bilər. Qüvvətli zərbə. Bloklanır. Ramil Şeydayev. Şeydayevdən qapı qarşı ötürmə. İndi qüvvətli zərbə gəlir və gol! Filip Ozovic! Çox baxımlı, çox gözəl qolun müəllif olur. Filip Ozovic! Günün qəhrəmanıdır şübhəsiz. Penaltini qazandı. İzli təkrarı. Müdafiəçilərini uzaqlaşdırmağa çalışdığı top və qüvvətli zərbə Ozovicdən. Rəqib oyuncu idi və Ağdadaş Salyanski indi sürət yığaraq irəliləyir əks hücum Neftçi komandasından. Ağdadaş Salyanski ötürmə mərkəzə Ervin Kofi. Top ayağına oturmadı Ervin Kofi'nin. Oradan çıxmağa çalışdı, qayda pozulmayıb. İrəli ötürmə. Azər Salahlı yenə mükəmməl oynadı orada. İndi isə zərbə gəlir və yerindədir Emil Balayev. Bu da maçın final fiti. Fərid Hacıyev 29-cu turun Şamaxı Neftçi görüşünü başa çatdırır. Qarşılaşmanı sizin üçün Ramiz Mirzəzadə şərh etdir. Növbəti reportajlarda işlənmə ümidi ilə hələlik.